Salam, vaxtınız xeyir olsun. Biz bugün 8-ci coğrafiya test kitabının coğrafi kəşflərdə xəritələr doğru bölməsindən A və B variantlarının testlərin izahlarına baxacağıq. Birinci testdə bizə deyir ki, cədvəli tamamlayan səyyahın adı verib, sonra səyahət dövrü verib və səyahət etdiyi ərazi, səyahətin nəticəsini bizdən soruşacaq. Birinci çalışmada bizdə deyir ki, birincidə deyir ki, səyyahın adını verib, Aleksandr Humboldt. Səyahət dövrü biz bilirik ki, 1799-1804-cü ilə əhatə edir. Səyahət etdiyi ərazi, biz bura iki dənə variant yaza bilərik. Birinci yaza bilərik ki, Amerika qitəsinə səyahətini yaza bilərik və yaxud tam da yazsaq, yazarıq ki, bura biz Ant dağlarına, daha sonra Amazon çaylarına, Orinoco ovalığına, Cotopaxi, Chimborazo, Meksikadakı vulkanlara səyahətə, həmçinin də West Midlandakı bəzi adları səyahətin qeyd edə bilərik. Səyahətin nəticəsi materikin geoloji xəritəsini hazırladı. Daha sonra bitkilərin üfüq və şaqlı qanuna uyğun əsasda yayılmasını müəyyən etdi. Həmçinin materikin formalaşmasında okean cərəyanlarının təsirini də müəyyən etmişdir. İkinci tapşırıqda 1849-1873-cü ildə səyahət dövrü. Biz bilirik ki, bu səyahət dövrü David Livingstona aiddir. Səyahət etdiyi ərazilər Mərkəzi Afrika və Şərqi Afrikaya aiddir. Səyahətin nəticəsində Viktoriya, Tanganika, Nyasa göllərini kəşf elədi. Həmçinin Kongo və Zambezi çaylarının yuxarı axınlarında müəyyən etmişdir. Daha sonra üçüncüyə baxaq. Üçüncüdə bizə deyir ki, Sakit okeanın mərkəzi və qərb hissələrindəki adalar. Bu bilirik ki, James Cook aiddir. James Cook səyahət dövrü 1760-1770-ci ilə aiddir. Səyahətin nəticəsində hava adalarını kəşf elədi. Həmçinin də Yeni Zelandanın iki müstəqil adadan ibarət olmasını təsdiq etmişdir. Dördüncüdə bizə deyir ki, səyahətin nəticəsində verib Afrikadan İndoneziyaya qədər səyahətinə dair əsərlər yazıb. Bu Hacı Zeynalabdin Şirvaniyə aid olacaq. Hacı Zeynalabdin Şirvaninin səyahət dövrü 19-cu əsrdir. Səyahət etdiyi ərazilər Şimali Afrika, daha sonra Efiopiya, Ərəbistan yarımadası, Mərkəzi Asiya, həmçinin Cənubi Asiyanın Hindistan yarımadası və İndoneziyanı biz bura qeyd edə bilərik. Həmçinin Şri-Lanka adasına da səyahətlər etmişdir. Daha sonra ikinciyə baxaq, uyğunluq tapşırığı verir və bizdən elmləri uyğunlaşdırmağımızı istəyir. Hidrologiya verir, riyazi coğrafiya verir, əhali coğrafiyası və ərazi planlaşdırması coğrafiyası verir. Gəlin oxuyaq. Demoqrafik problemləri öyrənir. Əhali coğrafiyası. Daha sonra statistik məlumatların toplanması və təhlil edilməsi bu riyazi coğrafiyaya aid olacaq. Dünya okeanı və quru sularını öyrənən ənənəvi sahədə bu hidrologiya elminə aid olacaq. İqtisadi coğrafiyanın yeni sahəsidir. Bu ərazi planlaşdırması coğrafiyasına aid olacaq. Daha sonra baxaq. Üçüncü tapşırığa baxaq. Ümumdünya hava xidmətinin əsas mərkəzinə yerləşdiyi şəhərlərin müəyyən edib adlarını yazır. Biz bilirik ki, Ümumdünya Hava Təşkilatının mərkəzləri 3 şəhərdə yerləşibdir. Biri Moskvada idi, Melbourne'da idi və Washington'da idi. Baxın, bir Moskva olacaq. Sonra 3 Melbourne daha doğrusu, 5 Washington olacaq. Gəlin bir təşkillər 1 Moskva, 3 Melbourne, 5 Washington. Daha sonra 4-ə baxaq, siyasi coğrafiya nəyi öyrənir? Ölkələrin yaranması, sonra siyasi xəritələrin formalaşması, sərhədlərin dəyişməsi, ölkələrin siyasi quruluşunu öyrənən elmdir. Deyək ki, siyasi coğrafiya nə öyrəndi? Ölkələrin yaranması, siyasi xəritələrin formalaşması, sərhədlərin dəyişməsi, ölkələrin siyasi quruluşunu öyrənən bir elmdir. Sxemi tamamlayın. Okeanologiya elmi inkişafı sürətləndi. Okeanologiya elmi 1872-1876-cı illərdə İngiltərin tədqiqat gəmisi olan Chandler vasitəsilə Chandler gəmisi apardığı tədqiqatlar nəticəsində okeanografiyanın, okeanologiya elminin əsası qoyuldu. Bu da oldu 5-ci test tapşırığının cavabı. 6-ya baxaq, uyğunluğu müəyyən edin. İlkin dövr verib, orta əsrlər dövrü verib və böyük coğrafi kəşflər dövrü, müasir dövrü verib və bizdən bunu uyğunlaşdırmağımızı istəyir. Baxaq. Kompüter və texniki vasitələrin coğrafi informasiya sisteminin yaranmasına səbəb olmuşdur. Bu müasir dövrə aid olacaq. Yəni adından göründüyü kimi kompüter, texnologiya və coğrafi informasiya sistemləri deyilirsə, bu müasir dövrə aid olacaq. Hiparaksın yerin öz oxu və günəş ətrafında fırlanmasına dair fikirlər söyləmişdir. Bu ilkin dövrə aid olacaq. Açar sözü baxın, burada fikirlər söyləmişdir. Yəni bu ilkin təsəvvürlər dövrünə aiddir. Daha sonra kartoqrafiyanın inkişafında yeni mərhələlərin əsas qoymuşdur. Bu coğrafi kəşflərə aiddir. Bilirik ki, artıq
iki materik kəşf olundu. Bunlar Şimali Amerika və Cənubi Amerika materiklər kəşf olundu. Bu nəticəsində artıq yeni xəritələrin formalaşması baş verdi və kartografiya elmi bu dövrdə, yəni coğrafi kəşflər dövründə sürətlə inkişaf eləməyə başladı. Daha sonra Nəsrəddin Tusi Mağara şəhərində rəsədxana tikdirmişdi. Bu aid olacaq Orta əsrlər dövrünə. 6-cı cavab bu oldu. Daha sonra 7-ci tapşırıq sadə bir test tapşırıqdır. Birinci ərazi və ikinci ərazi bir xəritədə rəqəmlənmiş ərazilər hansı səyyahlar tədqiq eləmişdi? Birinci olacaq Alexander Humboldt, ikinci olacaq bizdə James Cook. Daha sonra Azərbaycan coğrafiyasına yaşadığı dövrə uyğun olaraq xronoloji ardıcılığı müəyyən edir. Yəni biz müəyyən eləyək. Əbdülrəşid Bakovinin səyahət dövrü bizdə olacaq 14-15-ci əsr. Daha sonra bizdə gələcək Hacı Nabdı Şirvani 19-cu əsr. Daha sonra bizdə gələcək Baharlı gələcək 1921-ci il. Və gələcək Mürseyibov isə bizdə olacaq 20-ci əsrin 50-60-cı illəri. İndi isə biz bunun xronoloji ardıcılığı düzək. Birinci gələcək Bakovi 14-15-ci əsr 3. Daha sonra gələcək Hacı Zeynalabdin Şirvani 19-cu əsr 1. Daha sonra bizdə gələcək Baharlı 1921-ci il 4. Ən axırda da Mürseyibov gələcək bizdə 20-ci əsrin 50-60-cı illəri 2. Oldu bizdə 3, 1, 4, 2. Daha sonra coğrafi məlumatlar toplanmasında istifadə olunan mənbələrin altına xətt çəkin. Gəlin mətnin axarı altına bizə lazım olan sözlərin altına xətt çəkək. Coğrafiyanın ayrı-ayrı sahələr üzrə məlumatların toplanması üçün yaradılan müşahidə məntəqələri və elmi tədqiqat stansiyaları xüsusi əhəmiyyət kəsb edir. Bu stansiyalar hava üzərində davamlı müşahidələr aparır və havanın çirklənmə səviyyəsi çayların usulluğunu öyrənir. Burada bizdə altına xətt çəkəcəyimiz sözlərin bir müşahidə məntəqəsi olacaq. İki isə elmi tədqiqat stansiyaları olacaq. Bu sözlər kitabda da qara hərflərlə yazılıb verilmişdir. Daha sonra 10-cu tapşırığa baxaq. Azərbaycan coğrafiya elmi formalaşması 20-ci əsrin 30-cu illərinə başlansa da 50-60-cı illərində sonra daha da sürətlə inkişaf etməyə başlamışdı. Azərbaycan relyefinin tətbiq edilməsində kimlər iştirak eləmişdi? Bir, Mürseyibov və Budaq Budaqov iştirak eləmişdi. İqlimin öyrənməsində isə Ənvər Şıxlinski və Mədədzadənin əməkləri olmuşdu. Dedik ki, relyefi kim öyrəndi? Budaq Budaqov və Mürseyibov. İqlimi kim öyrəndi? Ənvər Şıxlinski və Mədədzadə öyrəndi. 11-ci test tapşırığına baxaq. Eratosferin coğrafiya elminə verdiyi töhfələr. İlk dəfə coğrafiya termini işlətmişdi. Bəli, bu doğrudur. İlk dəfə coğrafiya termini Eratosfer işlədi. Atlantik okeanı tətbiq etmişdi. Xeyr, Atlantik okeanı tətbiq eləməyib. Yerin kütlələrdən basıq olduğunu sübut etmişdi. Bu da yanlış fikirdir. Belə bir fikir söyləməyib. İlkin xəritənin müəllifidir. Bəli, bu doğrudur. 4 götürük. Eratosfer ilk dəfə xəritə tərtib eləmişdi. Yerin ölçəyi hesablamışdı. Bəli, bu da doğrudur. Yerin ölçəyi hesablanmağı bacarmışdı. Aral dənizin dərinliyini təyin etmişdim. Bu yanlış fikirdir. Düzgün cavabımız 1, 4, 5 C bəndi. 12-ci tapşırığa baxaq. Bakı ilə eyni enlikdə yerləşən şəhərləri müəyyən edir. Bakı 1-2-40 dərəcə şimal enində yerləşir. Bu da New York, İstanbul, Madrid uyğun gələcək. Digər şəhərlər Azərbaycandan ya yuxarıda ya da xəritədə aşağıda yerləşir. Ya şimalda ya da cənubda yerləşəcək. Burada düzgün cavabımız C bəndidir. Sonra Yeni Zelandiyanın iki müstəqil ibarət olması fikrə aiddir. Bu James Cook aid olacaq. Digər variantları da oxuyaq. Bering boğazını kəşf eləmişdi. Həmçinin Avrasiyada Şimal Amerika sahillərini üzmüşdü. Livingston Mərkəzi Afrika və Şərqi Afrikada səyahətlərdə olmuşdu. Arrestin eyni Livingston eyni fəaliyyətdə olmuşlar. Abel Tasman isə Avstraliya məntəqəsini kəşf eləmişdi. Burada düzgün cavabımız A bəndi olacaq.
Daha sonra Kopernikin heliosentrik nəzəri irəli sürərkən nəyə əsaslanmışdır? Burada heliosentrik, helio sözü günəş deməkdir. Elə buradan yadda saxlaya bilərsiniz. Yəni yerin günəş ətrafında fırlanmasını nəzəriyyəsini ön plana atmışdı. Yəni bu nəzəriyyənin adını heliosentrik nəzəriyyə qoymuşdu. Ona görə də burada düzgün cavabımız bizdə olacaq C bəndi. 14 oldu bizdə C bəndi. Daha sonra doğru ifadələri müəyyən edin. 15-ə baxaq. Avrasiya böyük coğrafi şəkillər dövründə kəşf olunub. Xeyr, Avrasiya böyük coğrafi şəkillər dövründə kəşf olunmayıb. Biri yanlışdır. Coğrafi termini ilk dəfə Eratosfen, bəli, bu doğrudur. 2-ni götürüb. Ptolemeyin xəritəsi 15-ci əsrə qədər istifadə olunub. Bəli, coğrafi kəşflər dövrünə qədər Ptolemeyin xəritəsindən istifadə olunmuşdur. Daha sonra 3-ü götürdük. Hindistana ilk dəfə dəniz yolunu Fernand Magellan açmışdı. Xeyr, Fernand Magellan açmayıb. Hindistana ilk dəniz yolunu Vasco da Gama açıb. Ona görə 4 götürmürük. Ən qədim qlobusu İngiltərədə hazırlanıb. Xeyr, ən qədim qlobus Martin Behani tərəfindən Almaniyada hazırlanmışdı. 5 ona görə səhvdir. Plan, xəritə və qlobus kartoqrafik təsvirlərə aiddir. Bəli, bu 6 doğrudur. Düzgün cavabımız 2, 3, 6 Y bəndi. Daha sonra kainatın heliosentrik sistemi haqqında olan Kainatın Sirləri əsəri müəllifidir. Bu Abbaslı Ağabakıxanov olacaq. Düzgün cavabımız olacaq burada B bəndi. Sonra 17-ci test tapşırığına baxaq. Burada Ellerven diaqramında müqayisəli təhlil istəyir. Ekoloji coğrafiya və rekreasiya coğrafiyası verir. Gəlin biz tapaq. İnsan sağlamlığının qorunması. Bu olacaq bizdə rekreasiya coğrafiyası 2-yə 1 gedəcək. Daha sonra təbii tarazlığın qorunması, bu ekoloji coğrafiyada olacaq 1-ə 2 gedəcək. Daha sonra turizm istirahət kompleksdə yerləşməsi, bu rekreasiya coğrafiyasına aid olacaq, yəni 3. Və müasir coğrafiya elmin sahəsidir. 3-ə hər ikisinə gedəcək, yəni 3-ə 4 gedəcək. Ətraf mühitin mühafizə edilməsi ekolojiya aid olacaq 5. Düzgün cavabımız olacaq 1-ə 2, 5. Daha 1-ə 2, 5 elə Y bəndindədir. Və 2-ə 1, 3 və 4. Düzgün cavab Y bəndi. Gəlin bir də təkrar eləyək. Ekoloji coğrafiya getdi. Təbii tarazlığın qorunması, ətraf mühitin mühafizə edilməsi, rekreasiya coğrafiyasına aid oldu. İnsan sağlamlığının qorunması, turizm istirahət kompleksləri yerləşməsi və hər şey uyğun oldu. Müasir coğrafiya elmi sahəsidir. 3-ə 4 getdi. Yer haqqında elmlər sisteminə daxildir. Baxın, geologiya aiddir. Geologiya yerin quruluşu, oradakı suxurları öyrənən elmdir. Sonra coğrafiya aiddir. Həmçinin də hidrologiya aiddir. Hidrologiya da suları öyrənən bir elmdir. Düzgün cavab oldu burada 1, 4, 6. Direkt stansiyaların əhəmiyyəti nədir? Kosmik şəkillərin köməyi ilə yer kürəsini öyrənir. Xeyr, bu yanlışdır. Direkt stansiyası əsasən gəmi üzərində quraşdırılmış bir, necə deyirlər, bir cihazdır. Bu nəticəsində də şimal qütbünü öyrənir. Atmosferdə baş verən dəyişiklikləri kosmosda izləməyə imkan verir. Xeyr, bu da yanlışdır. 2 də yanlışdır. Bir stansiya vasitəsilə okeanda geniş ərazi öyrənməsi mümkün olur. Bəli, bu doğrudur. 3-ü götürürük. Materiklərin daxili sistemindəki seysmoloji prosesləri öyrənir. Xeyr, bu yanlış fikirdir. Qütb ətrafı rayonlarda iqlim və okean suyun xassələri öyrənməsində xidmət edir. Bəli, bu doğrudur. Düzgün cavabımız oldu 3, 5. Yəni 19-da 3, 5 oldu. Daha sonra 20-yə baxaq. Birincidə deyir Nəsrəddin Tusi, 2-də Hacı Zeynal Beşirvani, 3-də isə Abbaslı Ağabakıxanovdur. Və bunlara bizdə uyğunluq istəyir. Deyir ki, adidir, Şimali Afrikadan Cənubi Şərqi Asiyaya qədər 60.000 kilometr yol qət etmişdir. Bu, təbii ki, Hacı Zeynal Beşirvaniyə aid olacaq, yəni 2-yə A. Daha sonra Xristofor Kolombun Amerikanı kəşf etməsi haqqında qəribə kəşflər əsərini yazmışdır. Bu, Abbaslı Ağabakıxanova aid olmuşdur. 3-ə B. Daha sonra yerin fırlanması və ölçüləri müəyyən etmişdir. Bu, Nəsrəddin Tusiyə aiddir. 1-ə C. Daha sonra elə 1-ə C, 2-yə A, 3-ə B getdi. 20-ci test tapşırığında cavab bu oldu. İndi isə gəlin B variantına baxaq. Qafqaz coğrafiyası
adlı kitabın müəllifidir. Bu olacaq bizdə Qafur Rəşad Mirzəzadə. Yeganə kitab Paris Milli Kitabxanasında saxlanılır. Bu olacaq Əbdülrəşid Bəkoviyə aid olacaq. Ona görə D və Y-ni götürmürük. B variantına baxaq. B variantda bizə deyir ki, yəni cədvəli tamamlamamızı istəyir birinci çalışmada. Eyni şəkildə səyahət adı, səyahət dövrü, səyahət etdiyi ərazi və səyahətin nəticəsi. Baxın, bizdə birincidə deyir, səyahət etdiyi ərazi verib. Orinoco, Amazon çayları, Cotopaxi, Çimporasu, Meksikada olan vulkanlar və Mərkəzi Amerikada öyrənmişdir. Bu olacaq Aleksandr Humboldt səyahət dövrü 1799-1804-cü illəri əhatə edir. Səyahətin nəticəsində materikin geoloji xəritəsini tərtib eləmişdir. Həmçinin bitkilərin üfüqi və şarlıq alma uyğunluq əsasında yayılmağını öyrənmişdir və okean cərəyanlarının materikin iqliminin təsirində öyrənmişdir. Daha sonra səyahətin nəticəsini 2-də verib, səyahətin nəticəsində Kongo, Zambezi çaylarının yuxarı axanlarını, Nyasa və Tankanika göllərini Viktoriya şəlaləsində kəşf etmişdir. Bu aid olacaq David Livingstona. Səyahət dövrü dedik ki 1849-1873-cü il əhatə eləyəcək. Səyahət etdiyi ərazilər Mərkəzi Afrika və Şərqi Afrika regionları olacaq. Üçüncüdə bizdə verib səyyah adı James Cook-u verib. Səyahət dövrü 1760-1773-cü illəri əhatə eləyəcək. Səyahət etdiyi ərazilər Sakit Okeanın qərbində Sakit Okean qərbində və mərkəzində yerləşən adalara səyahət eləmişdir. Həmçinin səyahətin nəticəsində hava adalarını və Yeni Zelandiya iki müstəqillikdən ibarət olmasını kəşf eləmişdir. Daha sonra burada səyahət dövrü verib bizdə 19-cu əsrdə ömrünün 40 ilini səyahətdə keçirmişdir. Bu Hacı adlı Şirvaniyə aid olacaq. Səyahət etdiyi ərazilər Mərkəzi Asiya, daha sonra Şimali Afrika, Ərəbistan yarımadası, Efiopiya, həmçinin Cənubi Asiya, yəni Hindistan, İndoneziya adaları, həmçinin Şri Lanka adasına da səyahət etmişdir. Səyahətin nəticəsində İndoneziya və Hindistana dair bir neçə əsərin müəllifidir. Sonra burada ikinci tapşırıqda bizə deyir ki, uyğunluğu oxlarla göstərin. Baxın, burada bizə elmlər verib. Ekoloji coğrafiya, tibbi coğrafiya, nəqliyyat coğrafiyası və yerşünaslıq verib. Və bizdən bunları uyğunlaşdırmağımızı istəyir. Bizdə deyir ki, iqtisadi coğrafiyanın ənənəvi sahəsi bu nəqliyyat coğrafiyasına aid olacaq. Nəqliyyat coğrafiyasına aid oldu. Təbiət tarazlığının qorunması ilə məşğul olur. Bu ekoloji coğrafiyaya aiddir. Tibbi coğrafiya, fiziki coğrafiyanın ənənəvi sahəsi bu yerşünaslığa aiddir. Və xəstəliklərin yayılmasının coğrafiyasını öyrənir. Bu tibbi coğrafiyaya aiddir. Dedik ki, ekoloji coğrafiyaya getdi, təbii tarazlığının qorunmasına məşğul olur. Daha sonra tibbi coğrafiyaya aid oldu. Xəstəliklərin yayılması coğrafiyasını öyrənir. Nəqliyyat coğrafiyasına aid oldu. İqtisadi coğrafiyanın ənənəvi sahəsidir. Yerşünaslığa da aid oldu. Fiziki coğrafiyanın ənənəvi sahəsidir. İkində cavab oldu. Daha sonra üçüncü tapşırığa baxaq. Ümumdünya hava xidmətlərinə əsasən mərkəzlərinin yerləşdiyi materikləri müəyyən edin. Biz demişik ki, Ümumdünya hava təşkilatının mərkəzləri hansı şəhərlərdə yerləşir? Moskvada, Rusiyada Moskvada, Avstraliyada Melbourne'da və ABŞ-da Vaşinqtonda yerləşir. Hansı materiklərdə yerləşdi? Moskva bilir ki, Avrasiya materikində yerləşir. Melbourne yerləşdi Avstraliya qitəsində, Avstraliya materikində və Vaşinqtonda yerləşdi. Biz Vaşinqtonda yerləşdi Şimali Amerika materikində. Daha sonra rekreasiya coğrafiyası nəyə öyrənir? Biz ona baxaq. Rekreasiya coğrafiyası öyrəndi bizdə turizm coğrafiyasının bir bölməsi, bir qoludur. İnsan sağlamlığının qorunması, daha sonra turizm rekreasiya ehtiyatları səmərəli yerləşdirilməsini öyrənən bir elmdir. Qütbiyəni ərazilərin tədqiqini asanlaşdırdı. Bu olacaq Drev stansiyasının açılışı ilə, Drev stansiyası bilir ki, Drev stansiyası açılışı ilə bu qütbiyəni ərazilərin tədqiqi asanlaşdı. Daha sonra 6-cı tapşırığa baxaq. 6-cı tapşırıqda bizə dövrlər verir. İlkin dövr, orta əsrlər dövrü, böyük coğrafi şəşlər dövrü, müasir dövr verib və bizdən uyğunlaşdırmağımızı istəyir. Nikolay Kopernik heliosentrik nəzəriyyəni
nəzəriyyə sürmüşdür. Bu orta əsrlər dövrünə aid olacaq. Daha sonra kartoqraf Mercator'un tərtib etdiyi xəritələr toplusu atlas çap olundu. Bu böyük coğrafi kəşflərə aid oldu. Daha sonra əhali öyrənim demoqrafik elm yarandı. Bu oldu müasir dövr və həmçinin coğrafi elmi yarandı. Bu ilkin dövrdə coğrafi elmi yaranmışdı. Dedik ki, ilkin dövr oldu, coğrafi elmi yarandı. Orta əsrlər dövrünə aid oldu. Nikolay Kopernikin heliosentrik sistem nəzəriyyəsi irəli sürülmüşdü. Daha sonra böyük coğrafi kəşflərə aid oldu. Kartoqraf Mercator'un tərtib etdiyi xəritələr toplusu atlas çap olundu. Daha sonra isə müasir dövrə isə coğrafi elmi əhalinin öyrənim demoqrafi elmi yarandı. 7-ci test tapşırığına baxaq. Xəritə sxemdə işarələnmiş əraziləri tədqiq edən səyyahları müəyyən edin. Burada 1 və 2 verib. 1-də olacaq bizdə Livingstone və Stalin, 2-də olacaq bizdə James Cook olacaq. Daha sonra Azərbaycanın məşhur coğrafiyası yaşadığı dövrü olaraq xronoloji ardıcılığı müəyyən edin. Gəlin müəyyən edək. Nəsrəddin Tusi 1-2 13-cü əsrdə yaşayıb. 13-cü əsrdə yaşayıb. Sonra Hacı Zeynalabdin Şirvani 19-cu əsrdə. Bakovi yaşayıb 14-15-ci əsrdə. Və Budaq yaşayıb 20-ci əsrin 50-60-cı illərində səhət dövrlərdə tədqiqatlar eləyib. Yəni, bu dövrlərdə əslində yaşayıblar, həm də tədqiqat ediblər. Gəlin biz xronoloji ardıcılığı quraq. Birinci gələcək bizdə Nəsrəddin Tusi, yəni 13-cü əsr 3. Daha sonra gəldi Bakovi, 14-15-ci əsr 2. Daha sonra gələcək bizdə Hacı Zeynalabdin Şirvani 4. Yəni 19-cu əsr. Və 20-ci əsrin 50-60-cı illərin bu da bir düzgün cavabımız oldu. 3, 2, 4, 1. Daha sonra mətndə coğrafi elmi yeni sahələrinin altında xətt çəkin. Şəhər, rayon və landşaft planlaşdırması, yaşayış və təsərrüfat sahələrinin səmərəli qurulmasına xidmət edir. İqtisadi coğrafi elmlər sırasında sosial coğrafi ahaliyə göstərilən sosial, mədəni və məişət xidmətlərin yüksəldilməsi, bu xidmətlər həyata keçirilən obyektlərin yerləşməsi öyrənməklə məşğul olur. Burada biz 2 dənə elm adı gördük. Bir şəhər, rayon, landşaft planlaşdırması 2-də oldu. Sosial coğrafiya, əhaliyə göstərilən xidmətlər. Düzgün cavabımız burada oldu. Şəhər və rayon landşaft planlaşdırması 2-də oldu. Sosial coğrafiya. Sonra mətn tamamlayın, ona baxaq. Azərbaycan təbiəti haqqında Həsən Beyzadənin əsərləri, zəngin məlumatları vardı. 20-ci əsrdə Azərbaycan 20-ci əsrdə əvvəllərində coğrafiya sahəsində ana dildə yazılmış bir neçə əsərin müəllifidir. Bu Qafur Rəşad Mirzəzadə olacaq. Daha sonra deyir ki, 1921-ci ildə Baxarlı olacaq. Məşhur Azərbaycan kitabı nəşr edilsə də uzun illər istifadəsi yasağı olmuşdur. Gəlin bir də tək oxuyaq mətni. Azərbaycan təbiəti haqqında Həsən Beyzadənin əsərləri geniş, zəngin məlumatları vardır. Qafur Rəşad Mirzəzadə 20-ci əsrin əvvəllərində coğrafiya sahəsində ana dilində yazılmış bir neçə kitabın müəllifidir. 1921-ci ildə Baxarlı məşhur Azərbaycan kitabı nəşr edilsə də uzun illər istifadəsi edilməsi yasaq olmuşdur. Daha sonra baxaq, 11-ci test tapşırığına baxaq. İndoneziya, Şri-Lanka, Efiopiya ölkələrinə səyahət etmiş Azərbaycan səyyahı. Bu bilir ki, Hacı Zeynalabdin Şirvanidir. Sonra 12-ci test tapşırığına baxaq. Nəsrəddin Tusinin mühüm elmi xidmətlərindən biridir. Ulduz qlobusunu yaratmışdır. Yəni 12A olacaq. Daha sonra Azərbaycan relyefi tədqiq etmiş coğrafiyaçılara aiddir. Bilir ki, biri Mirsəyibov olacaq, 1 və 4 Budaqov olacaq. Yəni düzgün cavabımız olacaq 1, 4 A bəndi. İqtisadi coğrafiya termini ilk dəfə elmə gətirmişdir. Lomonosov gətirmişdir. 14-də A olacaq.
Ptolemey xəritə tərtib eləmişdir. Tasverində işləmə coğrafiya sözünü elmə gətirmiş. Həmçinin xəritə tərtib eləmişdir. Dokuçev torpaq coğrafiyası elmi əsasını qoymuşdur. Kopernik isə heliosentrik nəzəriyyəni banisidir. Abbaslı Ağabakıxanov qəribə kəşflər kitabını nəyə həsr etmişdir? Bu Amerikanın kəşf edilməsinə aid idi. Yəni Christopher Columbus'un Amerikanın kəşf edilməsinə dair əsər yazmışdı. Bəs adı qəribə kəşflər idi. Düzgün cavabımız burada oldu. D bəndi. 14-də baxaq, kosmosda öyrənilən proseslərə aiddir. Gəlin variantlar oxuyaq, sonra düzgün cavab baxarıq. Ətraf mühitin mühafizəsi, hava proqnozu, daha sonra meşə yanğınları və meşələrin salınması, əhalinin şəhərlərində yerləşdirilməsi və kəndlərin boşalınması, zaval fabriklərin tikilməsi, yeni iş yerlərin açılması, vulkan tükürməsi, zəlzələnin qarşısının alınması. Yəni burada düzgün cavabımız A bəndi olacaq. Ətraf mühitin mühafizəsi və hava proqnozu. Bu kosmosda havanın keyfiyyəti, daha sonra havanın keyfiyyəti, daha sonra ətraf mühitin baş verən meşə yanğınlarının, meşə sahələrinin artmasını biz kosmosdan baxaraq tədqiq edə bilirik. Biz kosmosdan baxaraq meşələr sala bilmirik. Ona görə B bəndi səhvdir. B bəndi səhvdir. Əhalinin şəhərlərin yerləşməsi və kəndlərin boşaldılması bu aid deyil. Zaval və fabriklərin tikilməsi, yeni iş yerlərinin açılması. Yəni biz kosmosdan öyrənərək, yeni iş yerlərinin açılması və ya da zaval fabriklərin tikilməsi üçün istifadə etmirik. Ona görə D bəndi səhvdir. Həmçinin vulkan püskürməsinin zəlzələnin qarşısında alınmır. Ona görə D bəndi səhvdir. Düzgün cavabımız burada A bəndidir. Sonra Eler-Venn diaqramına Eler-Venn diaqramının əsası uyğun mədələri müəyyən edin. Bizə verib əhali coğrafiyası və siyasi coğrafiya. Bizdən oxşar, həm fərqli və həm də oxşar xüsusiyyətlərini istəyir. Ölkələr arasında birə yazıb, ölkələr arasında münasibətlər müəyyən edilməsi. Bu siyasi coğrafiyada olacaq. Siyasi coğrafiya getdi 1. Ölkələrin yaranması və sərhədlərin dəyişməsi. Bu da siyasi coğrafiya tərifidir. Siyasi coğrafiya getdi 2. Daha sonra şəhərlərin inkişafının idarə edilməsi. Bu əhali coğrafiyasına ayrılacaq. Əhali coğrafiyasına getdi 3. Yaşayış məntəqələrinin inkişaf yollarının öyrənməsi. Bu əhali coğrafiyasına aiddir. Əhali coğrafiyasına getdi 4. Həmçinin də iqtisadi coğrafiyanın sahəsidir. Bu hər ikisine aid olacaq. 5. 3-ə gedəcək. Düzgün cavabımız oldu. Əhali coğrafiyasına getdi 3, 4. Siyasi coğrafiyasına getdi 1, 2. Hər ikisinə isə 5 getdi. Düzgün cavabımız burada A bəndi olacaq. Hacı Zeynalabdin Şirvaninin səyahət etdiyi əraziləri etdiyi regionları müəyyən edir. Baxın, Şimal Asiyaya səyahət eləməyib. Daha sonra Şimal Avropaya səyahət eləməyib. Həmçinin səyahət eləyib, baxın. Şimali Qafqazda səyahət eləməyib. Baxın, səyahət elədiyi ərazilər Şimali Afrika, daha sonra Mərkəzi Asiya və Cənub-Şərqi Asiya oldu. Düzgün cavabımız oldu bizdə 1, 3, 4. 18 oldu 1, 3, 4. 19-a baxaq. Siyasi coğrafiya tədqiq edir. Ölkələrin yaranması və sərhədlərin dəyişməsi, bəli, bu doğrudur. 19-a 1 götürəcək. Siyasi xəritələrin yaranması, ölkələrin coğrafi mövqeyi. Bəli, bu 2 də götürə bilərik. Əslində 2 də götürürük. Azərbaycan başqa ölkələr münasibətlərin tənzimlənməsi, bəli, 3 də götürürük. Əlinin məşğullaşması, onun tərbiyə şərait asılılığı, xeyr, bunun siyasi coğrafiya öyrənmir. Ekoloji tarzlıq qorunması, bu da deyil. Bunu ekolojiya öyrənir. Həmçinin 4 əhali coğrafiyası öyrənir. Qütbyanı ərazi öyrənilməsində istifadə 6 səhvdir. Düzgün cavabımız oldu. 1, 2, 3, 19-da 1, 2, 3. Daha sonra 20-yə baxaq. Sonuncu test tapşırığı. Uyğunluq müəyyən Azərbaycan relyefini öyrənmişdir. Mirseyev və Budaqov. 1-ə getdi D-yə. Azərbaycan iqlimini öyrənmişdir. Şixlinski və Mədəd öyrənmişdir. 2-ə B-S. Azərbaycan çaylarını isə Sadir Rüstəmov öyrənmişdir. 3-ə A getdi. 1-ə getdi D-yə. 2-ə B-S. 3-ə A getdi. 20-ci test tapşırığında cavabı bu oldu. Video izlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın. Gələn videolarda görüşənədək hələlik.